Ola bilər bəzi istedadlar gizlindir. Ustad odur ki, kəşf eləyir. Fəlsəfədə bir mövzu var, şiddət və zəif. Dilə vücud müşəkkəkdir. Nə deməkdir bu? Məsələn, varlıq daha şiddətli, bir pillə aşağı zəif. Məsələn, bir var şamın işığı, bir var işıq, çıraq, bir var günəşin işığı. Bunlar nur baxımından üçü də nurdur. Amma şiddət var, zəif var. Ola bilər bir istedad səndə daha çox qabarıqdır. Amma birində biraz alt qatlardadır. Maraqlanma duyğusu bəzi insanlar daha çox gücsüz, aktualdır. Görürsən, elə hey oxumaq istəyir, əl çəkmək istəmir. Elə kitab açır, hara getdi oxuyur. Alan var, amma onda biraz zəifdir, var zəifdir. Onu müəllim gəlib tapsın, belə deyək, hərəkətə gətirsin və onu qabağa istiqamət versin. Müəllimin də, ustadın da ən böyük vəzifələrindən biri budur. Həm kəşf edir, bir, göstərir ona səndə bu var. Həm də səndə olan o zəifi gücləndirir. İki, ustadın bir xüsusiyyəti də budur. Allah deyir, mən sizə vermişəm. Rafa'na ba'dahum fawqa ba'din dərəcat liyattaxiza ba'duhum ba'zan suxriyya. Bir bizə deyin, faydalı olun. Rəhmətu rabbikə xeyrun mimma yecma'un. Özünüz üçün az yığın. Gör nə deyir Allah Taala, deyir, Allahın rəhməti o toparlamağınızdan daha yaxşıdır. Bir var elə səndə olanı özünə yığırsan, cəm eləyirsən, Allah deyir, yox, xəricdəki rəhmətim gəlsin sənə.